Deməli, Fırat bəy 5 aylıq kontrol müayinəmizə gəlib. Əslində üz üstə qoyanda tam üzünü saxlamalıdır, başını qəşəng qaldırmalıdır, dirsəklənməlidir. Biraz tənbəlliyimiz var. Evdə çalış. Tənbəllikdən doyursa, əzələdə. Yox, biraz tənbəldir. Özünü belə saxlayanda əzələ zəif olan orada da özünü dik saxlamaz, atar özünü. Nə bax, buranı işlədir ancaq, başı işlətmir. Belədir, görsən, çox ciddi əzələ zəifliyi olsaydı özünü belə saxlamazdı. Saxlayır maşallah, bu saxlamağı yaxşıdır. Hadisə 3-4 ay arası bu çanaq müayinəsində deməli idi. Biraz gecikdiyimiz üçün bugün bu çanağın gen müayinəsi olacaqdı. Çünki ultrasəs bizə heç nə verməyəcəkdi. Belə inkişafı yaxşıdır maşallah. Çəkisi biraz normadan artıqdır. Da yəqin maması qəşəng yedizdirir. Enə volna. Əlavə heç nə vermirsiniz? Əla. Belə pis deyil, yaxşıdır. Biraz başını qaldırmır, zəif qaldırır. Normalda bu ayda artıq çevrilməlidir. Bu da düşünürəm ki, tənbəlliyindən irəli gəlir. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.